İslam alimlərindən birindən soruşurlar ki, yəni insan bir insan imanda irəliləyir, müəyyən həddə çatır. Amma müəyyən yerdə təzədən geriləyir. Yəni günaha düşür, zəifləyir. Yəni bunun səbəbi nədir? Yəni bununla ola bilər ki, çox insanlar qarşılaşır belə bir halla. Yəni nəyə görə insan iman məsələsində çox bəzən irəliləyə bilmir çox. Müəyyən bir həddə ya qalır, ya geri qayıdır və belə, yəni çətinlik çəkir. Və alim buyurur ki, yəni onun çox güman ki, Quranla olan irtibatı, bağlılığı zəifdir. Əgər Qurani-Kərimlə bağlılığı güclü olsaydı, o mütləq Quran ona təsir edərdi və onu islah edərdi. Çünki Allah Teala Qurani-Kərimdə buyurur ki, biz əgər bu Quranı dağa nazil etsəydik, onu Allah qorxusundan parça-parça olduğunu görərdiniz. Yəni bu göstərir ki, yəni Quran əgər qeyri-canlılara təsir edə bilərdisə, canlılara niyə təsir etməsin, insanın qəlbini niyə möhkəmlətməsin? Ona görə yəni Qurana olan bağlılığımız bizi dinimizdə möhkəm edə bilər. Xüsusən də gənclər. Və Quran oxumağımız da tədəbbürlə olmalıdır, düşünərək olmalıdır və həmçinin daimi olmalıdır. Yəni gündəlik Qurandan özümüzə pay ayırmalıyıq ki, hətta onun bizə olan təsiri möhkəm olsun.